Bu sobanın videosunu son günlər Instagramda paylaşıram. Müştərilər məndən bunun qiymətini soruşurlar. Biz buna qiymət deyə bilmirik. Səbəb odur ki, burada ölçü fərqli-fərqlidir. Yəni, naprimer ayrıca bir xırda bir nüansı deyim. Burada misal üçün fiber ədyal istifadə olunur. Bu ədyalın qalınlığı mağazamızda 3 cürədir. Yəni, bir ölçünün qiyməti 14 manatdır, digər ölçünün qiyməti 28 manatdır, digər ölçünün qiyməti 65 manatdır. Siz usta ilə danışmamış, biz bilə bilmərik ki, siz ora qalınlığı 5 santimlik fiber qoymaq istəyirsiniz, 2,5-lıq fiber qoymaq istəyirsiniz və ya qalınlığı 13 millilik fiber qoymaq istəyirsiniz. Yəni, qiymətləri də qalınlıqlarına görə dəyişir. Yəni, misal üçün, naprimer deyək, bunun pol hissəsində 30-dan 15-ə böyük kərpiclər istifadə olunur və bundan da böyük kərpiclər istifadə oluna bilərdi, qiyməti daha yüksək. Yəni, standart düz, hansı ki, bu kərpiclərdən böyük kərpiclərin qiyməti çox fərqlənir. Onun birinin qiymətinə, bunun ikisinə hardasa almaq olar. Yəni, siz usta ilə mütləq şəkildə danışmalısınız ki, biz bilək ki, siz nə formada bir kürəpeç istəyirsiniz. Bəzi adamlar var, evində kürəpeçini istəyir. Mənə deyir ki, bunun qiyməti nədir? Yəni, bu restoran üçündür. Gecə-gündüz 7-24 saat pizza pişirmək üçün olan bir sobadır. Yəni, bunun qiyməti də sizin evdə özünüz üçün, ailəviz üçün olan pizza sobasından təbii olaraq çox-çox bahadır. Yəni, ona görə zəng edəndə yəni, bizə deyin ki, ustam yoxdur, zəhmət olmasa mənə usta nömrəsi verin. Yəni, belə olduğu halda daha tez bir-birimizdən necə deyərlər, bu məsələni həll edə bilərik. Əks təqdirdə yəni, bu məsələ biraz da qaranlıq olur, həm siz tərəfdən, həm biz tərəfdən ki, sizə tam olaraq nə lazımdır.